Salam əziz tamaşaçılar, gündəmin növbəti buraxılışında beynəlxalq aləmdə böyük rezonans doğuran yeni təşəbbüsdən danışacağıq. Tramp administrasiyasının Ukrayna ilə bağlı hazırladığı sülh planı həm Vaşinqtonda, həm Avropada, həm də regionda ciddi suallar yaradıb. Plan Ukraynanın müəyyən ərazilərdən imtina etməsini nəzərdə tutduğu üçün bu sənədin əsl məqsədi, mümkün nəticələri və böyük güclər arasındakı balansı necə dəyişəcəyi geniş müzakirə olunur. Bu təşəbbüsün regional təhlükəsizliyə real təsirləri isə hələ də qaranlıqdır. Elə bu mövzunu qonağımız siyasi şərhçi Məhəmməd Əsədullazadə ilə müzakirə edəcəyik. Məhəmməd bəy, xoş gördük. Salamlayıram. Məhəmməd bəy, sizcə bu planın mahiyyətini nəzərə alanda ABŞ müharibəni dayandırmağa çalışır, yoxsa Rusiya ilə münasibətlərdə yeni geosiyasi xətt formalaşdırmaq niyyətindədir? Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump müharibəni dayandırmağa çalışır. Çünki onun elə əsas istiqaməti və siyasəti bundan ibarətdir. Amma məsələ heç də Donald Trump'ın düşündüyü kimi deyil. Bu geopolitik müharibədir. Rusiyanın Qərbə qarşı ekstensiyon müharibəsinin tərkib hissəsidir. Elə Rusiya, Ukraynada Amerika Birləşmiş Ştatlarına qarşı müharibə aparır. Amerika Birləşmiş Ştatlarının birinci dəfə deyil ki, bu planı irəli sürülür. Alyaskada görüşdü Vladimir Putinlə və ondan əlavə birinci dəfə telefon danışıqları olur. Trump'ın xüsusi nümayəndəsi dəfələrlə Moskvada olur, xüsusilə Utkov və indi də hazırladığı sülh planı. Mən düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının müharibəni dayandırmaq fikri olsa da bu Avropanın ümumi təhlükəsizliyini təhdid edəcək, Ukraynanın ərazi bütövlüyünün, suverenliyini təhdid olunmasıdır, pozulmasıdır və bu konkret olaraq bu plan Rusiya və ABŞ tərəfindən birgə hazırlanır. Burada Avropa İttifaqına yer verilir. Amma halbuki bu müharibə konkret olaraq Avropanın ərazisində gedir və Avropa İttifaqının təhlükəsizliyi təhdid olunur. Amerika Birləşmiş Ştatları burada Avropa İttifaqını sülh prosesindən kənarda qoyur. Sülh planı çox təhlükəli bir plandır. Amerika tərəfindən irəli sürülən burada Rusiyanın yenə də maraqları nəzərə alınıb və göründüyü kimi Rusiya burada sükunluq nümayiş etdirir. Yəni, əgər Rusiya burada sükunluq nümayiş etdirirsə, demək Rusiya ilə birgə hazırlanıb bu plan. Və Peskov da bu günlər açıqlama verdi ki, biz Ukrayna ilə danışıqlara hazırıq, amma Ukrayna danışıqlara gəlmir. Hansı şərtlərlə Ukrayna ilə danışıqlara hazırsınız? Rusiya bu deyir ki, mənim şərtlərim qəbul olunur. Şərtlər nədir? Donald Trump'ın həmin dırnaqarası sülh planında yer alır. Donbas tamamilə Rusiya verilir. Ukraynanın dövlət ikinci rəsmi dili Rus dilidir. Ukraynada Pravoslav kilisi Moskvaya tabi olur, din. Həmçinin Ukrayna ordusu azaldılır, ağır silahlar Ukrayna ordusunun arsenalından çıxarılır. Yəni, bu Ukraynanın kapitulyasiyasıdır və bu günləri ABŞ təqdim etdiyi sənəd kapitulyasiyasıdır. Və Amerika Birləşmiş Ştatları deməli ki, onlar Alyaska görüşündən sonra yenidən Ukraynaya kömək etdi, danışıqlar sıfırlandı. Növbəti küsa keçəndən sonra yenə də Amerika Birləşmiş Ştatları belə bir plan irəli sürür və düşünürəm ki, Amerika Birləşmiş Ştatları əgər müharibəni sonlandırmaq istəyirsə, ilk növbədə Ukraynaya patriot, ağır silahlar, uzaq mənzilli ballistik raketlər verməlidir ki, Rusiya Ukraynada irəliləyişin tamamilə qarşısını alsın və Rusiyaya burada əzici bir təsir göstərsin. Amma biz bunu görmürük. Yenə də Kremldə hazırlanan dırnaqarası sülh planını görürük. Bu sülh planı əgər reallaşsa, bu təkcə Ukrayna yox, Avropanın da, Cənubi Qafqaza da, Azərbaycana da, Mərkəzi Asiyada mənfi təsir edəcək. Yəni, bunun bir o qədər təhlükəli bir plandır. Hətta Türkiyənin də burada maraqları təhdid olunur. İndi Volodymyr Zelenski ilə Türkiyə prezidenti görüşdülər, danışıqlar apardılar, amma məsələ çox ciddidir. Ukrayna artıq bu təklifi geriyə çevirdi. Avropanın Təhlükəsizlik Komissarı Kallas da belə bir planın qəbul edilməyəcəyini vurğuladı. Yəni, obyektiv şəkildə onlar öz mövqelərini
ortaya qoydular. Yəni Donald Trump 2-3 ay bir fasilə götürür, müəyyən dərəcədə Ukraynaya hərbi yardımlar edir, yenidən Rusiyanın bir növ təşəbbüsü ilə belə bir planlar irəli sürür. Və bu da təbii ki, müharibənin uzanmasına gətirib çıxarır. Amerika Birləşmiş Ştatlarının administrasiyası artıq tamamilə sonunda başa düşəcək ki, Vladimir Putin sülh istəmir, atəşkəs istəmir. Vladimir Putin Ukraynanı tamamilə götürmək istəyir, Şərqi Avropanı götürmək istəyir, Mərkəzi Asiyanı, Cənubi Qafqaza öz təsir zonasını formalaşdırmağa çalışır. Düzdür, Amerika Birləşmiş Ştatları da bu müstəvidə öz geosiyasi istiqamətlərini aparır Cənubi Qafqazda, Mərkəzi Asiyada, amma bu yetərli deyil. Hər bir çox məsələlər Rusiya-Ukrayna müharibəsinə oradakı gedişatdan asılı olacaq və bu müstəvidə düşünürəm ki, Amerika Birləşmiş Ştatlarının indiki bu sülh planı heç də nə Ukrayna, nə də ümumi regionun gələcək üçün müsbət perspektivlər vəd etmir. Bir növ Rusiyaya yenidən şans verilir, Rusiya bir çox ərazilər tutur və yenidən güclənir, Ukraynaya yenidən hücumlar edir və digər Şərqi Avropa ölkələrinə qarşı hərbi təzyiqlər artır. Aydındır. Təşəkkür edirik Məhəmməd bəy. Çox sağ olun. Sağ olun. Beləliklə, Trump administrasiyasının hazırladığı sülh planı ətrafında formalaşan suallar hələ çoxdur. Ukraynanın təhlükəsizlik gələcəyi, Avropanın mövqeyi və ABŞ-Rusiya münasibətlərində mümkün dəyişikliklər yaxın günlərdə də gündəmin əsas mövzularından biri olacaq. Bu planın real sülhə gətirib-gətirməyəcəyi, yoxsa bölgədə yeni siyasi gərginlik yaradacağı isə proseslərin necə inkişaf etməsindən asılıdır. Biz mövzunu izləməyə davam edəcəyik. Sonda bizi izlədiyiniz üçün təşəkkür edirik. Gündəmin növbəti buraxılışında görüşənədək.